Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bildiyimiz kimi bu gün 16 noyabr 2025-ci ildə OTK Azın 10 və 11-ci siniflər üçün imtahanı təşkil olundu. 10-cu siniflərin Azərbaycan dili suallarının ən dəqiq izahlarına baxmaq üçün kanala abunə olub videolarımızı bəyənib paylaşa bilərsiniz. Eyni zamanda şagirdlər, abituriyentlər dərslərimiz haqqında məlumat üçün 055 418 82 02 telefon nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. 418 82 02 dərslərimiz Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşir, təşkil olunur. Başlayaq sualların izahına vaxt itirmədən. 1. Fikirlərin hamısı hansı sözə aid etmək olar? İsimdir, təkdadir, həm ümumi, həm də xüsusi isim olsun deyir. Əsasən mücərrəd isim kimi işlənsin. Xanım sözü isimdir, təkdadir, ümumi və xüsusi isim kimi də işlənə bilər, amma əsasən mücərrəd isim kimi işlənə bilməz. Ona görə A-nı götürmək olmaz. İstək sözü isimdir, təkdadir, ümumi və xüsusi isim kimi ola bilər. Bəli, istək insan adda var. Əsasən mücərrəd isimdir. Bəli, arzu, istək mənasında işlənən bu ümumi isim əsasən mücərrəd isimdir. Deməli, B variantı doğru fikirdir. Düşüncələr sözü xüsusi isim kimi işlənməz. Saatsal sözdə, həmçinin məşhur sözdə, yəni digərləri xüsusi isim kimi işlənə bilməz. İkinci sual, hansı bənddə adlı xalda olan isim işlənməyib? Oxumuş adam danışmağından tanınır. Adam adlı xalında olan isimdir. Burada var. Təzə qonaqlar indi ətrafı maraqla seyr edirlər. Qonaqlar adlı xallı isimdir. Küsən uşağı ovundurmaq üçün müəllimlər çox çalışırlar. Müəllimlər adlı xallı isimdir. Burada da var. İşlək avtomobilləri saxlama məntəqəsinə göndərdilər. Avtomobilləri nəyi təsirli haldır? Məntəqə isimdir, yönlü haldır. İki dənə isim var burada. İkisi də fərqli hallardadır. Adlı xalda olan isim yoxdur. İndi məktəblilər qiymətləndirməyə cəlb olunurlar. Kim məktəblilər adlı xaldadır? Deməli, doğru cavab D bəndə olacaq. Sinfi isminin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Kökünün son saitini itirib, bəli, sinif yazılır normalda. İ şəkilçisi qəbul etdiyinə görə buradakı i həm hal ola bilər, həm mənsubiyyət ola bilər. Kökünün son saitini itirib doğrudur. İsmin yalnız təsirli halını düşünülə bilər. Bu səhvdir. Adlı halda ola bilər, yəni mənsubiyyət kimi təsirli də düşünülə bilər. Yanlış olacaq bu. Mənsubiyyət şəkilçili söz kimi düşünülə bilər. Doğru fikirdir bu. Xüsusi isim kimi də düşünülə bilər. Yanlış fikirdir. Sinif sözü xüsusi isim ola bilmir. Ümumi isimdir. Bu doğru fikirdir. Deməli, doğrunun altında üstəgəl qoyduqlarım 1, 3, yanlışın altına çıx qoyduğum 4. 1, 3, 4 düzgün cavab C variantıdır. 4. Dili tutulmaq frazeoloji birləşməsinin yaxın mənalı qarşılığı. Yaxın məna deyirsə, frazeoloji birləşmə olmalıdır mütləq qarşılığında. İki yol arasında qalmaq olmaz, çətinliyə düşmək olmaz, çox əsəbləşdirmək heç frazem deyil, sözünü yerə salmaq olmaz, nitqi qurmaq olar. Düzgün cavabımız burada olacaq, Y variantı. Davam edirik 5-ci sualdan. Sözlərin hər ikisinin fonetik təhlili əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Konspekt sözünün tələffüzünü yazıram burada. Deməli, konspekt formasında. Koridor sözünün tələffüzünü burada yazıram. Koridor formasında. Tərkibində dodaqlanan sait yoxdur. Koridor sözündə o dodaqlanan saitdir. Bu yanlış fikirdir. Tərkibində uzanan sait iştirak etmir. Doğru fikirdir. Tərkibində həm kar, həm də cingiltili samiti var. Deməli, burada K səsi var, burada N səsi var birinci sözdə. İkinci sözdə K səsi, R səsi. Həm kar, həm cingiltili var. Düzdür bu. Deyilişi ilə yazılışı arasında bir fərqli məqam var. Konspektdə O A-ya keçir, koridorda O A-ya keçir. Hər ikisində bir fərqli məqam var. Bu doğru fikirdir. Cingiltili samitlərin qarşılığı yoxdur. Ümumiyyətlə, birinci sözdə cəmi bir dənə cingiltili samit var. Ona cingiltili samitlər demək olmaz. İkinci sözdə eyni zamanda D cingiltili samitinin qarşılığı var. T-dir. Yenə də uyğun fikir deyil. Düzgün cavab olacaq 2, 3, 4. Cavab D variantı. Altından xətt çəkilmiş sözlərlə bağlı Euler-Venn diaqramında doğru fikirləri. Əziz dünən hamını heyran etdi. Bir də qonaqlar aşpazı çağırdılar. Əziz sözü ismin adlı halındadır. Əziz heyran etdi. Kim? Əziz doğru fikirdir bu. Baxıram ki, ismin adlı halı bu hissələ uyğundurmu? Qonaqlar aşpazı çağırdılar kimi? Bu təsirli haldadır. Demək ki, yazılan yer olaraq da doğrudur. Həm ümumi isim, həm də xüsusi isim kimi işlənə bilər. Əziz sözü ümumi məzmunda olanda, məsələn, əziz adam olur. Sual ver, əziz adam, necə adam? Ümumi məzmunda olanda bu sifət olur. Ümumi isim kimi ola bilməz. Yəni, bir sifət kimi işlənə bilir, bir də xüsusi isim kimi işlənə bilir. Ümumi isim ola bilməz. Ona görə ikini götürə bilmirəm. Təkdədir. Bəli, hər ikisi təkdədir. Ümumi isimdir. Aşpaz ümumi isimdir. Doğrudur bu.
Qeyri-müəyyən təsirli haldadır. Aşpazın müəyyən təsirli haldadır. 5 səhvdir. Deməli, burada 1, 3, 4 düzgün cavabımız olacaq. B variantı. Amonimliyi olmayan sözü müəyyən edin. Yara isim kimi, yaramaq feil kimi amonimliyi var. Sarı isim, sarımaq feil. Eyni zamanda evə sarı, qoşma kimi işlənir. Boya isim, boyamaq feil. Rəng sözü biri var ki, sarı rəng, göy rəng, yaşıl rəng. Bir də var ki, musiqidə termində rəng. Məsələn, şüştər rəngi deyə bir musiqi adı var. Biz ona musiqidə termin deyirik. Necə ki, Moğam, Bayat, Şiraz. Onun kimi rəng sözü də var. Musiqi termini kimi amonim götürülür. Kağız sözü isə amonim söz deyil. Çox mənalı sözdür. Evi uzaqlarda cümləsində ilk sözün morfoloji təhlillə bağlı yanlışı istəyir. Onun evi burada mənsubiyyətdir. Adlı halın sualına cavab verir. Təbii ki. Nə? Evi. Adlı halın sualıdır bu. Mənsubiyyət çəkiltisi qəbul edib düzdür. Təsirli hallı söz kimi də düşünülə bilər. Verilən bu nümunədə evi sözü mənsubiyyət çəkiltili sözdür. Təsirli hal ola bilməz. Özündən əvvəl yəli hal çəkiltili söz gələ bilər. Doğrudur. Çünki mənsubiyyət özündən əvvəl yəli hal tələb edir. Konkret və ümumi isimdir. Ev sözü konkretdir, gözlə görünür. Ümumi isimdir. Doğru fikirdir. Bu da yanlış olacaq. Təsirli hallı söz kimi düşünülə bilər, düşünülə bilməz. 9. Uyğunluğu müəyyən edin. Analog sözü eyni təyinatlı, bənzər, oxşar olan deməkdir. Elə bir A-ya uyğun gələcək. Bir A harda var? D-də var, B-də var, digərlərinin yoxdur. Atlas sözü xəritələr toplusu deməkdir. Müxtəlif xəritələrin toplusu 2C olacaq. 2D-dir burada, uyğun deyil. 1A, 2C uyğundur. Kontekst sözü eyni bir sözün dəqiqləşdirməyə kömək eləyən mətn. Mətnin bir parçası. Baxın, mətnin bir parçası mətn. Deməli, düzgün cavabımız olacaq 3Y, 1A, 2C, 3Y cavab B variantı. Əməliyyat sözünün fonetik təhlilini istəyirsə, biz onu tələffüz eləməliyik. Əməliyyat kimi tələffüz olunur. Burada Y-nin biri düşür. Deyilişi ilə yazılışı fərqlənir. Bəli, bir Y düşür. 1 kar 3 cinciltili samit var. M, L, Y 3 dənə cinciltili var. T bir dənə kardır, düzdür. Sətirdən sətirə keçirilmə zamanı ilk hecası əvvəlki sətirdə saxlanıla bilməz. Əməliyyat. İlk heca ədir və ilk hecası əvvəlki sətirdə saxlanıla bilməz. Çünki tək sait sətrin başında və ya sonunda qala bilməz. Bu doğru fikirdir. Hərflərlə səslərin sayı bərabərdir. Bərabər deyil. Çünki Y düşdüyünə görə hərflərin sayı çox olacaq. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə burada hərf var. Səsdə Y-nin biri düşdüyünə görə 8 dənə səs var. Deməli, bərabərdir. Fikri səhvdir. Sözdə ahəng qanununun tələbi gözlənilməmişdir. Bu doğru fikir. Deməli, Ə və A saitləri burada ahəng qanunu pozub. Gözlənilməmişdir. Doğru fikirdir. Deməli, burada yanlış fikrimiz olacaq. D variantı. Şagirdin yazdığı C yanlışdır. Piano mətnini oxuyarsınız özünüz. İstəyirsiniz bir dənə ekranı kiçildim. Bu formada tam mətni görün. Videonu özünüz saxlayıb hissə-hissə oxuyarsınız. Bütün mətni göstərim. Videonu saxlayıb özünüz oxuyun. Deyir ki, 11-ci sualda mətnə əsasən Kərim obrazı haqqında doğru fikirləri müəyyən edin. Xeyriyyə cəmiyyətinin başçısıdır. Mətndə başçı olduğu haqqında bir məlumat yoxdur. Hökumət nümayəndəsidir, doğrudur. Xeyriyyəçiliklə yalnız iş çərçivəsində məşğul olur. Bu səhv fikirdir. Çünki mətnin son hissəsində deyir Kərimin öz hesabını aldığı piano həmin evin qonaq otağında, yəni Zərifəyə aldığı piano. Kərim öz hesabından almışdısa, deməli yalnız iş çərçivəsində eləmirdi. Onu qəlbdən eləyirdi. Ona görə bu səhv fikirdir. Musiqidən təsirlənir, bu doğru fikirdir. Ümid verici sözlər deyir, doğru fikirdir. Elə mətnin ilk girişində deyir ki, hökumətimiz çalışır, sizin sosial durumunuz yaxşılaşsın. Həmişə belə yaşamayacaqsınız ki. Yəni bunu Kərim deyir. Ona görə doğru fikirdir. Olacaq düzgün cavabımız 2, 4, 5 D variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu məlumat var, bu məlumat yoxdur. İnsanlar vətən həsrəti çəkirlər. Bu məlumat var. Zərifənin ailəsi əslən Şuşalıdır. Mətndə belə bir məlumat yoxdur. Yeni evdə Zərifənin otağı 2-ci mərtəbədir. Belə bir məlumat yoxdur. Kərim uzun müddətdir ki, xeyriyyə cəmiyyətində işləyir. Hansı müddətdir işləyir? Bu məlumat yoxdur mətndə. Zərifəgil doğma yurtda yaşamağa başlayır. Mətndə belə bir məlumat var. İradə və Kərim eyni ailənin üzvləridir. Belə bir məlumat yoxdur. Deməli, varın altında üstəgəl qoyduğum 1-dir. Yoxdurun altında çıx qoyduğum 4 və 6-dır. Deməli, 1, 4, 6 düzgün cavabımız olacaq. Nöqtələrin yerinə uyğun cümləni müəyyən edin. Gəlin mətndən nöqtələrə baxaq. Deyir ki, Zərifə bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi.
Çünki dialoqda nə deyir? Hə, demək bəstəkar olacaqsan. Kərim deyir. Zərifə bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi. Bunun davamında nə olmalıdır? Baxaq görək. Birdən Kərim soruşdu, uyğun deyil. O evlərdən biri də onların idi, uyğun deyil. Sizə hər cür şərait yaradılacaq, uyğun deyil. Bəstəkar musiqi bəstələyən adamlara deyirlər. Y bəndə deyir ki, başını qəfil qaldırıb qonağın üzünə baxdı, dinmədi. Baxın, bu dialoqda D və Y variantları yaxın variantlar kimi görsənir. Yəni ikisi də uyğun oxşuyur. Amma biz əgər mətni davam elətdirməliyiksə, nöqtələr nə deməkdir? Yəni bu fikrin davamında nəsə yazılmalıdır. Zərifə bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi. Bəstəkar musiqi bəstələyən adamlara deyilir. Baxın, bu fikri əgər Kərim dialoqda Zərifəyə izah eləsəydi, ardına görə dialoq olardı və deyərdi ki, ay Zərifə, bəstəkar bilmirsən bəstəkar sözünün mənasını, əgər bəstəkar musiqi bəstələyən adamlara deyilir. Bu formada yazılardı. Yoxsa bunun davamında bəstəkar sözünü ilk dəfə eşidirdi, düşündü və düşüncəsində təsəvvür etsən düşünürsən ki, Zərifə bəstəkar sözünü ilk dəfə eşidirdi. Səsli demirsən də fikirləşirsən bunu və özün öz fikrində qayıdırsan ki, bəstəkar musiqi bəstələyən adamlara deyilir. Yəni bunu artıq fikirləşməzsən də, çünki bunu özündə bilirsən. Başa düşdünüz nə demək istəyirəm? Bizə burada nöqtələrin davamında fikrin davamını tələb eləyir. Yəni onun bəstəkar sözünü ilk dəfə eşitməsini necə fikirləşmək, necə göstərmək olar? Başını qəfil qaldırıb qonağın üzünə baxdı, dinmədi. Çünki ilk dəfə eşidirdi bəstəkar sözünü. Uşaq da qəfil ona çöndü, baxdı, bilmədiyində göstərmir də, yəni dinmir ki, bilmədiyini biruzə vermir. Başa düşdünüz? Yəni ona görə düzgün cavabımız burada olacaq. Y variantı, D bəndi olmayacaq. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Atanın bədnam qonşulara qarıq etməsinin səbəbi var, çünki torpaqları işğal etmişdilər. Kərimin özünü xoşbəxt hiss etməsinin səbəbi var, çünki o piano almışdı, torpaqlar işğaldan azad olunmuşdu və s. Yəni səbəb çoxdur. Kərim və İradənin Zərifəgilin qapısına gəlməsi onlara xeyriyyəçilik etməkdir niyyət. Ailənin indiyə kimi itirib axtaran olmamasının mətndə səbəbi yoxdur. Zərifənin musiqi çox sevməsinin səbəbi mətndə yoxdur. Sadə çox sevirdi. Bunun səbəbi qeyd olunmayıb. Cavab 4-5 olacaq A variantı. Hansı nümunə üzərində rəqəm yazılmış sözlərin heç birinin mənası izahı deyil? Gəlin sözlərə bir-bir baxaq. Deməli, 1-də incə verilib, 2-də aralandı verilib, 3-də intizardan verilib, 4-də imkansız verilib. İncə, aralandı, intizar və imkansız. Deməli, incənin qarşılığı zərifdir. Aralandı, biraz açıldı. İmkansız maddi imkanın məhdud və intizar həsrət içində gözləmə, səbirsilə gözləmə. Uzaqlaşmaq yoxdur. Cavab A variantı. Digər suala baxırıq. Mətnə əsasən Eyler-Venn diaqramını tamamlayan fikirləri. Kərim və Zərifə. Biz onlar haqqında, hər hansı haqqında bir fikir yazsaq kifayət eləyər. Kərim xeyriyyəçilik etməyi, mən deyirəm, siz qısa özünüz yazarsınız. Xeyriyyəçilik etməyi təkcə işində yox, öz davranışlarında da büruzə verirdi. İşdən kənarda xeyriyyəçilik etməyi sevirdi. Zərifə musiqi bəstələyirdi, arzusu musiqiçi, bəstəkar olmaq idi. İkisinin ortaq cəhəti nə yazıla bilər? Düşmənin məğlubiyyətinə sevindilər. İkisi üçün ortaq fikir kimi yazmaq olar. 17. Altından xətt çəkilmiş cümlədəki fikri mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə etməklə yazın. Mətnin üslubu bədii üsluba aiddir, uyğundur. Düşmən məğlub olmuşdur. Biz bu cümləni bədii üslubda yazmaq istəyiriksə, gərək onu obrazlı formada yazaq. Məsələn, düşmən yerlə yeksan edilmişdi. Bu formada yaza bilərik. Məcazi mənada. 18. Bir kəs ki, ağrı hiss edir, o canlıdır. O kəs ki, başqasının ağrısını hiss edir, o insandır. Aforizmini mətnlə əlaqələndirərək yazın. Mətnlə əlaqələndirib biz bu əgər aforizmi yazmalıyıqsa, deməli, bir kəs ki, ağrı hiss edir, o canlıdır. O kəs ki, başqasının ağrısını hiss edir, o insandır. Mətndəki Kərim Zərifənin ağrısını hiss edir, Zərifənin ailəsinin ağrısını hiss edir və onlara əlindən gələn yardımı eləyir. Təkcə işinə görə yox, işdən kənara da öz yardımını əsirgəmir. Ona görə biz əlaqələndirərək bu formada yazmalıyıq ki, Kərim acınacaqlı vəziyyətdə yaşayan bu ailəyə
yardım etməyə çalışır. Torpaqların işğal azad olunmasından sonra öz hesabına piyano alması isə onun əsl insan olduğunu, başqasının ağrısını hiss edib göstərdiyini sübut edir. Bu formada öz fikrimizi mətnlə əlaqələndirə bilərik. 19. Mətnə əsasən cədvəli tamamlayan fikirlər. Kərimin xarakteri xüsusiyyəti əsaslandırma. Kərimin xarakteri xüsusiyyətinə ən yaxşı ifadə məncə mərhəmətlidir sözü uyğun gələr. Mərhəmətlidir. Əsaslandırmamız da nədir? Onun Zərifə ilə arasında olan diyaloq və mərhəmətli olması torpaqlar işğaldan azad olunandan sonra azad olunmamışdan əvvəl və olunandan sonra Zərifəyə göstərdiyi qayğı, onun evinə öz hesabına piano alması bu formada əsaslandırmamızı göstərə bilərik. 20. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edib yazın. Əvvəlinə işarə qoyulmuş. Qanad açıb uçmaq. Bu sevinmək deməkdir. Yerindəcə donub qaldı. Bu da təəccüblənmək deməkdir. Birinə təəccüblənmək yazırıq, digərinə sevinmək. Bu formada öz cavablarınızı qeyd edə bilərsiniz. İkinci mətnin Neptun mətnidir. Onu yenə oxuyun özünüz. Mətni hissə təmiz göstərirəm. Kimdə mətn yoxdursa oxusun. 21. Mətnlə bağlı doğru fikir. Yerin kütləsi Neptun kütləsindən 17 dəfə azdır. Bu doğru fikirdir. Çünki burada deyir ki, onun kütləsi, söhbət yerdən gedir. Yer planetindən gedir. Onun kütləsi, yəni Neptunun kütləsi daha doğrusu, yerin kütləsindən 17 dəfə çoxdur. Deməli, yerin kütləsi Neptun planetinin kütləsindən 17 dəfə azdır. Fikri doğrudur. Neptunun adı Yunan mifologiyasından götürülür. Yunan yox, Roma mifologiyasından götürülür. Çünki burada deyir ki, burada baxın deyir, Roma mifologiyasındakı dəniz tanrısı Neptun adlanmışdır. Bu, Yunan mifologiyasındakı Poseidona uyğun gəlir. Planetlərin adlarının Roma mifologiyasından götürülməsi ənənəsinə sadiq qalınaraq Neptun adlandırılır. Yəni, Romaya görə adlandırılır, Yunan mifologiyasına görə yox. Romalılar Neptunu planet olaraq tanıyırdılar, yox, əvvəllər tanımırdılar. Qalley Neptunu adi gözlə müşahidə etmişdir. Adi gözlə müşahidə etmək heç indi də mümkün deyil. Günəş sisteminin ən soyuq planeti Neptundur, yox, Urandan sonra ən soyuq. Ən soyuğu Urandır. Mətnin bu hissəsində də qeyd olunur ki, baxın, Urandan sonra ən soyuq planetdir. Demək ki, bu fikir yanlışdır. Düzgün cavabımız A variantı. Mətnin tərkib hissələri ilə bağlı doğru fikirdir. Giriş və əsas hissənin sərhədi pozulmuşdur. Yanlışdır. Nəticə hissəsi bir abzasdan ibarətdir. Bəli, nəticə hissə mətnin sonuncu abzası hesab olunur və bir abzasdan ibarətdir. Fikir tamamilə doğrudur. Üstəgəl qoyaq. Əsas fikir giriş hissədə verilir. Xeyr, əsas fikir girişdə yox, sonluqda verilir. Bu yanlış fikirdir. Giriş hissədə fikir ardıcıllığına riayət olunmamışdır. Olunub. Yanlışdır bu. Çıx qoyaq. Əsas hissənin birinci abzası 2 abzas şəklində verilməlidir. Xeyr, bu yanlış fikirdir. Düzgün cavab olacaq B variantı. Mətnlə ziddiyyət təşkil etməyən fikri müəyyən edin. Neptunun 17-ci əsrdəki müşahidəsi onun kəşfi hesab olunur. Kəşfi hesab olunur? Yox. Çünki deyir ki, Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər Qalleyə məxsusdur. 1612-13-də, bu da 17-ci əsrdə. Lakin hərəkətsiz olduğunu müşahidə etdiyi üçün onu ulduz zənn etmişdir. Bu səbəbdən də onun Neptunun kəşfi kimi qəbul edilmir. Burada isə nə deyir? Kəşfi hesab olunur. Bu yanlış fikirdir. Planetlərin adlandırılması ilə bağlı ənənə Neptuna gələndə pozulmuşdur, pozulmamışdır. Elə Roma mifologiyası ilə davam edilib. Roma mifologiyasında Neptundur, Yunan mifologiyasında Poseidondur. Uranın kəşfində Neptun üzərində aparılan müşahidələr. Uranın kəşfi deyən mətndə bir ifadə yoxdur. Neptun qədimdən bəri insanlar tərəfindən tanınmışdır. Yox, elə deyirik ki, 17-ci əsrdə onu ulduz kimi bilirdilər. Neptun kimi qəbul edilməmişdir. Bu da yanlış fikirdir. Neptunun göy rənginin əsas səbəbi onun atmosferində metan qazıdır. Bu mətndə birə-bir verilir. Baxın, mətnin bu hissəsində deyir ki, planetin göy rəngi isə atmosfer qatında mövcud olan metan qazı ilə bağlıdır. Tamamilə uyğundur Y variantı. 24. Hansı fikirlər mətnin məzmunu ilə səsləşmir? Qalley yeni planet tapdığını bilmirdi. Düzdür, bilmirdi. Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər 17-ci əsrə aiddir. Düz fikirdir bu da. Qalley müşahidə eləmişdi. Neptun Günəş sistemində ən ağır planetdir. Ən ağır planet olması qeyd olunmur. Bu yanlış fikirdir. Neptuna eniş edən kosmonavtlar elmi faktları təsdiqləyiblər. Neptuna eniş edən olmayıbdır. Bu yanlış fikirdir.
Günəşin istiliyi nəhəng buz qatını əritdiyi üçün Neptuna tez-tez daşqınlar olur. Yox, bu da yanlış fikirdir. 3, 4, 5 bizim düzgün cavabımız olacaq. Mətnin məzmunu ilə səsləşmir. 25. Üzərində rəqəm yazılmış hansı sözün kontekstə görə şərhi düzgün verilməmişdir? Deməli, üzərində rəqəm yazılan sözlərə diqqətlə baxırıq. Birinci sözümüz müşahidədir, Neptunun müşahidəsi. İkinci sözümüz proqnozlaşdırılıb, müşahidə proqnozlaşdırılıb, ehtimal edilmişdir. Teleskopların və astronomlar. Deməli, diqqətlə baxaraq, araşdıraraq, öyrənmə, tədqiq etmə, müşahidəsi bu düzgündür. 2-də gələcəkdə baş verə biləcək hadisələrin, proseslərin və ya nəticənin elmi əsaslarla təxmin edilməsi, proqnozlaşdırılma düzdür. Mümkün hesab etmək, zənn etmək, güman etmək, təsəvvür etmək. 3. Üçüncü sözümüz nə idi? Unutdum onu. Ehtimal edilmək, düzdür. Teleskopla astronom qaldı. Teleskop uzaq məsafədə yerləşən göy cisimlərini və digər obyektləri böyüdülmüş şəkildə müşahidə etməyə imkan verən optik cihaz, düzdür. Astronom göy cisimlərin insan həyatı üzərində təsirini araşdırdığını iddia edən, yox, tamamilə əlaqəsizdir. Astronom göy cisimlərini öyrənən şəxsdir sadəcə. Yebəndə yanlışdır. Mətnin əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli tamamlayın. Üçbucaq və dördbucaq işarəsi var. Görək bu hansı sözlərdir? Deməli, üçbucaq işarəsi Qalileyə məxsusdur. Dördbucaq işarəsi isə baxıldıqda. Deməli, məxsusdur oxuyaq. Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər Qalileyə məxsusdur. Baxıldıqda hissəsini oxuyaq. Neptun və yerin orbitdə hərəkət istiqamətləri tərs olduğundan həmin vaxt yerdən baxıldıqda planet hərəkətsiz kimi görünmüşdür. Demək, məxsusdur sözünü əvvəlində işarəsi qoyulmuş sözün qarşılığı. Məxsusdur, aiddir deməkdir. Ona məxsusdur, ona aiddir. Bu formada yaza bilərik. Məsələn, şagirdə baxın, aid olmaq yazıb. Əgər məxsus olmaq feil formasında versəydilər, siz feil kimi yaza bilərdiniz. Amma bunun cavabını feil kimi yazmaq düzgün deyil. Sizə hansı nitq hissəsini verirsə, qarşılığına eyni nitq hissəsi yazmağa çalışın. Əvvəlində dördbucaq işarəsi qoyulmuş sözün mətndəkindən fərqli leksik mənada baxılmaq sözü idi burada, yerdən baxıldıqda. Yəni, burada baxmaq, görmək mənasını ifadə edir. Fərqli mənada necə deyə bilərik? Məsələn, qocalar evində ağsaqqal və ağbirçəklərə, yəni yaşlılara, qısa olaraq yazaq. Yaşlılara yaxşı baxılır. Bu formada yaza bilərsiniz. Yəni, nəzarət edilir mənasında leksik məna fərqləndi. 27. Altından xətt çəkilmiş cümlədə mətnin məzmununa uyğun olmayan sözlər işlədilmişdir. Həmin sözləri dəyişdirərək cümləni yenidən yazın. Deməli, bu hissədə oxuyanda özünüz fikir verdinizsə, Neptun Günəşə ən yaxın və ən isti planetlərdən biri olmaqla astronomiya tarixində mühüm əhəmiyyət kəsb edir. Bu yanlış fikirdir. Günəşə ən yaxın planet deyil. Mətnə görə bu ümumiyyətlə yanlışdır. Digər tərəfdən Günəşə ən yaxın planet Merkuridir. Bu mətndə yoxdur heç. Mətnin mövzusu belə deyil. Mətndə verilən məlumat nədir? Cümləni dəyişib yazırıq. Neptun Günəşə ən uzaq, yaxın yox, ən uzaq və ən isti planetlərdən yox, ən soyuq. Amma Urandan sonra, mətndə verilən məlumatlara görə, Urandan sonra ən soyuq planetlərdən biridir. Biri olmaqla davamı yaza bilərsiniz. Astronomiya tarixində mühüm əhəmiyyət kəsb edir. Ən uzaq və Urandan sonra ən soyuq. Bu formada dəyişdirmək lazımdır. 27-ni də işlədi. 28. Mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın. Səbəb, nəticə. Qaliley Neptunun planet olduğunu düşünməmişdir. Nə səbəbə? Çünki hərəkətsiz qalmışdı. Baxın, burada verilir. Deyir ki, hərəkətsiz olduğunu müşahidə etdiyi üçün onu ulduz zənn etmişdir. Hərəkətsiz qaldığına görə. Bu formada yazırsınız səbəbi. 2. Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri adlandırılır. Səbəbləri nədir? Ona baxaq. Uran və Neptunun. Baxın, bu hissə deyir ki, onun səthi əsasən buz və qayalardan ibarətdir. Bu xüsusiyyətinə görə Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri adlandırılır. Yəni, nəyə görə? Səthi buz və qayalardan ibarətdir. Bu formada ibarət olduğuna görə belə yazacağıq cavabı. 29. Mətndə tünd qara hərflərlə verilmiş ifadəyə əsasən cədvəli tamamlayın.
Tünd qara hərflər hansı sözdür? Tapa bilmədim. Tünd qara hərflər. Hə, soyuq sözü. Urandan sonra ən soyuq planet. Soyuq burada öz həqiqi mənasında işlənmişdir. Mətndə işləndiyi funksiya poetik, informativ və terminoloji. Poetik məcazidir, informativ həqiqi məna, terminoloji termi, elmi üslubdur. Burada soyuq planet həqiqi mənada işlənmiş ifadədir. Yəni informativdir. Şagirdin yazdığı informativ fikri tamamilə doğrudur. Başqa funksiyada cümlədə işlədilməsi, başqa funksiya deyirsə, ya biz poetik üslubda, ya da terminoloji üslubda işlədə bilərik. Biz də soyuğu, məsələn, poetik üslubda deyə bilərik ki, soyuq davranış. Soyuq davranış. Davranış soyuq ola bilməz həqiqi mənada, deməli bu məcazdır. 30. Müqayisə cədvəlinə uyğun olaraq mətnlərin üslubunun səciyyəvi xüsusiyyətlərlə bağlı fikirlər yazın. Biz əslində bu mətnə tam olaraq nə bədii üslub deyə bilmərik, çünki poetik ifadələr çox deyil, nə də elmi üslub deyə bilmərik. Elmi ifadələrlə də, yəni terminoloji sıxlıq da yoxdur. Biz bu mətnə publisistik üslub, yəni publisistik üsluba daha yaxın olduğuna görə Neptun mətnini publisistik üslub kimi adlandıra bilərik. Və burada bir mətn verib bizdə. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə daha Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. Bu, birbaşa olaraq elmi üslubdur. Deməli, publisistik üslubla elmi üslubun ümumi cəhətlərini istəyir bizdən. Burada həm Neptun mətnini istəyir, həm elmi üslubun cəhətini istəyir bizdən, həm də ümumi cəhətlərini istəyir. Bu hissənin sxemini mən altda çəkim yenidən, sizin üçün tam aydın olsun. Baxın, Neptun mətni olan bu hissəyə bura yazırıq. Publisistik üslub üçün anlaşıqlıdır. Bu formada yazırıq. Və ya aydınlıq da yaza bilərik. Bu hissədə verilən mətn rəsmi işgüzar üslubdur. Onun da əlaməti aydınlıq, yığcamlıq. İkisinin ümumi cəhətinə biz nə yaza bilərik? Ümumi cəhət, burada xətti silim. Məcazlıq və ya bədilik, əsas xüsusiyyəti deyil. İkisinin ortaq cəhəti rəsmi işgüzar üslubla publisistik üslubun, yəni bədilik, məcazlıq əsas xüsusiyyəti deyil yazmaq olar. Sağ olun, kanala abunə olaraq paylaşılan videolardan davam olaraq faydalana bilərsiniz. Əyani dərslərimizlə maraqlanan abituriyentlər 055 418 82 02 telefon nömrəsi ilə bizimlə əlaqə saxlaya bilər. Ünvanımız Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşir. Hələlik.